Salam uşaqlar, necəsiz? Bildiyiniz kimi bu gün 3-cü zonanın 9-cu siniflərin buraxılış imtahanı keçirildi və sizlərlə bərabər sualların izahına, həmçinin analizlərə baxacağıq. Əsasən 3-cü zonadan uşaqlar şikayət edir ki, 3-cü zona çətin olur, digərlərinə nisbətən fərq qoyulur. Bu gün onun analizini eləyəcəyik, həmçinin sualların izahını verəcəm. Deməli, aha. İlk öncə short tekstlərlə başlayırıq. Burada gələm işləyirmi? Aha, işləyir. Kitabxana ilə bağlı deməli elandır. Deyir ki, yazıçı ilə görüş olacaq. Görüş səbəbindən kitabxananın işi dayandırılacaq. Kitablar cümə axşamı günün sonuna qədər qaytarılmalıdır. Bazar ertəsi səhər kitabxana yenidən işə başlayacaq. Aha, bizə burada nə deyirdi? Correct statement, yəni doğru fikri seçməyimizi istəyir. Doğru cavab burada deməli A variantı nə deyir? Kitabxana bir neçə gün işləməyəcək. Bu elə məhz doğru cavabımızdır. Çünki görüş keçiriləcək. Oxucular görüşdə iştirak etməyə dəvət olunurlar. Belə bir fikir yoxdur. Kitabxana həftə sonu kitabları qəbul edəcək. Belə bir fikir yoxdur. Yəni həftə sonu deyildi. Deməli, burada deyir ki, cümə axşamı gün sonuna qədər qaytarmalısınız. Thursday. Yəni həftə sonu deyil. D variantı kitabxana bazar ertəsi günün sonuna qədər bağlı olacaq. Bağlı olmağı ilə bağlı deməli bazar ertəsi ilə bağlı bir fikir var, amma işləyəcəyi ilə bağlı fikri var. Yəni bağlı olmağı deyilmir. Deyir ki, səhər, Monday, birinci gün səhər işləyəcək. Amma burada isə bağlı olacaq deyir. Yanlışdır. Y variantına deyir kitabların qaytarılması üçün bazar günü son gündür. Bu isə yanlış fikirdir. Doğru cavabımız A variantıdır. 6-cı sualda deməli bu Ceynə yazılıb bu məktub. Deyir ki, ümid edirəm ki, hər şey yerindədir, hər şey qaydasındadır. Həftə sonu deyir, ailəmlə muzeyə getdim. Burada ümumiyyətlə şərh eləyir də. Ailəmlə deyir, muzeyə getdim. Hava yaxşı idi, günəşli idi. Ona görə də oradan parka getdik. Piknik elədik. Daha sonra oyunlar oynadıq, şəkillər çəkdik. Evimin yanında kafedə deyir, pizza yedik. Balaca bir kafedə. Bəs sən neylədin? Həftə sonunda deyir, maraqlı bir şeylər etdinmi? Burada doğru cavab C variantıdır. Oskar Ceynə həftə sonunu necə keçirdiyini izah eləyir. Daha sonra digər variantları oxumuram. Bir dəqiqə. Aha. Deməli, digər variantlarda da ki, Ceynə muzeyə getmək üçün belə deyim, təklif eləyir. Yəni pizza yeməyi təklif eləyir. Həmçinin muzeyə birgə gedəcəklərini belə deyim, izah eləyir. Başqa B variantında deyir ki, piknik zamanı Oskarın ailəsi ilə tanış oldu. Xeyr, elə bir şey olmayıb. Daha sonra A variantında deyir ki, ailələri ilə olan, ailəsi ilə olan vaxt keçirdiyinin, yəni şəklini göndərdi. Belə bir şey də yoxdur. Yəni şəkli göndərməklə bağlı bir fikir yoxdur. İndi isə 7-yə baxaq. Bir dəqiqə. Deməli, qələmi seçim. Aha. Burada da 9 yanvar cümə axşamı günü şam yeməyinə dəvət olunub bu yazını yazan şəxs və bunun üçün təşəkkür eləyir. Deyir ki, Cekin işi var və o Edinburqdadır. Buna görə qatıla bilməyəcək. Yəni üzr istəyir. Yəni təklifi rədd elədiyi üçün o şənbə gününə qədər qayıtmayacaq. Buna görə də dəvətini qəbul eləyə bilmirik. Sonra nə deyir? Deməli, və deyir ki, əminəm ki, o da mənim kimi, ən azı yəni mənim qədər pis olub bunu rədd elədiyinə. A variantında nə deyir? Deyir ki, Elizabet həmin bu deməli mesaj yazan Elizabet Brownun dəvətini qəbul eləmədiyi üçün üzr istəyir. Bu doğru fikrimizdir elə. B variantında deyir ki, Elizabet Cek ilə birgə səyahət eləyir. Xeyr.
Eee, Cıq deməli, xanımı şam yeməyinə dəvət eləyir. Xeyr, xanımı dəvət eləmirdi. Eee, yəni Cek dəvət eləmirdi. Daha sonra D variantda xanım tarixi dəyişmək istəyir. Şam yeməyinin tarixini elə bir məlumat yox idi. Nəzakətli şam yeməyini dəvət eləmişdi. Elə bir fikir də yox idi. Doğru cavabımız A variantı oldu. Daha sonra mətnə baxaq. Mətin deməli Şimali Amerikada olan və Bigfoot kimi tanınan bir məxluq haqqdadır. Gəlin elə burdan 9-cu suala baxaq. 9-cu sualda deyir ki, mətn əsasən nə haqqdadır? Şimali Amerikadakı o qəribə varlıq haqqdadır. Burada doğru cavabımız D variantı olacaq. Deməli, gəlin mətninə nəzər yetirək. Bir dəqiqə. Burada nə deyir? Şimali Amerikada bəzi insanlar Bigfoot kimi tanınan bir qəribə deməli qəribə meymuna bənzər bir məxluq gördüklərini bildirirlər. O deyir hündür idi, nəhəng idi. Buna inanılırdı, yəni. Qəhvəyi tükləri vardı, insan kimi ayağı üzərində gəzir, amma deməli bunu yəni deyən insanlar inanırlar ki, o həqiqətən də mövcuddur. 1958-ci ildə Kaliforniyada bir inşaat işçisi bu ayaq izlərini tapmaqla işə başlayır və deməli bu haqda məqalə dərc elətdirir. Tezliklə bu hekayədə yayılmağa başlayır. Daha sonra bunu bildirmək üçün, yəni bunu gördüklərini sübut eləmək üçün neynirlər? Deməli, bir qrup insan onu tapmağa çalışırlar və 20 oktyabr 1967-ci ildə Bigfootu lentə aldıqlarını iddia edirlər, yəni şəklini çəkirlər və amma bunun real olub-olmadığı hələ də bilinmir və bu müzakirələr hələ də davam edir. Bu hissəyə diqqət eləyin, yəni müzakirələr hələ də qalmaqdadır. Mətnimiz yəni qəribə bir məxluq haqqdadır. Gəlin indi isə 8-ci sualla davam eləyək. Nə deyir? Deyir Şimali Amerikadakı o iki kişi Bigfootu axtarışa çıxan iki insan nəyi sübut eləməyə çalışırlar? Deməli, daha doğrusu yəni necə sübut eləməyə çalışırlar? Onlar neyləmişdilər? Onun videosunu qeydə almışdılar. Burada D variantındadır. They filmed a hairy creature on video. Onun videosunu qeydə almışdılar. Baxın burada. 9-un cavabını az öncə dedik. D variantıdır. Daha sonra 10-cu sualla davam eləyək. 10-cu sualda false, səhv fikri seçməyimizi istəyir. A variantında deyir ki, qeyri-adi ayaq izləri tapılmışdı. Belə bir fikir yox idi. Deyir, daha doğrusu qeyri-adi ayaq izləri fikri doğrudur. Yəni cavaba görə yanlışdır. Bizdən yanlış fikri seçməyimizi istəyir. Amma A variantı isə doğrudur. B variantı deyir ki, discussions, yəni müzakirələr sonlanıb. Az öncə nə dedim? Baxın, discussions will continue. Deyir ki, müzakirələr davam eləyir. Yəni ki, B variantı yanlışdır. Amma hə, elə bizdən də yanlış istəyir deyə doğru cavabımız B variantı olacaq. Yəni fikir olaraq yanlışdır, amma cavab olaraq doğrudur. C variantında deyir ki, bu müzakirələr 20-ci əsrdə yayılmağa başladı bu məlumatlar. Bu doğrudur. D variantında deyir ki, bəzi insanlar onun real olduğunu hesab eləyirlər. Bu doğrudur. Hekayə digər ölkələrdə yayılmışdı. Bu da doğru fikirdir. Daha sonra 11-ci sualla davam edək. Deməli, 11-də nə deyir? Deyir ki, bu üçlü məxluq deməli, onun haqqda xəbərlərin sayı artır və bu xəbərlərin sayı artanda bu ovçular neynəmişdilər? Onu belə deyim, axtarmaq qərarına gəlmişdilər. Decided to look for it.
Yəni görürlər ki, bunun haqqdakı xəbərlər var və bunu sübut eləmək üçün də onu axtarmağa başlayırlar. Doğru cavabımız Y variantıdır. Daha sonra 12-ci sualda nə deyir? True statement, doğru fikri seçməyimizi istəyir. Deməli, A variantında deyir, insanlar iddia eləyirdilər ki, deməli, bunu gördüklərini iddia eləyirdilər. Cənubi Amerikadan olan insanlar. Bir dəqiqə. Aha, deməli, işim var idi deyə videonu bölməli oldum. Davam eləyək. 12-ci sualda nə deyirdi? Hə, doğru fikri seçməyimizi istəyir. Birincidə South America, bu isə Cənubi Amerikada, amma bizdə Şimali Amerikadan söhbət gedir deyə yanlış fikirdir. Alimlər real olduğuna inanmırdılar. Bu doğrudur. Bu fikir mətndə var idi. Onun deyir, deməli, qiyafə əsasları və 4 dənə uzun ayağı vardı. Xeyr, deyirdi ki, o insana bənzəyir. Yəni 4 dənə ayağı yoxdur, insan kimi yeriyir və inanılır ki, bu meymuna bənzəyən bir heyvanın olduğuna inanılır. Bu isə doğrudur. Elə bizdən də doğrunu istəyəcəyik. 2, 4 doğru cavabdır. Daha sonra qrammatika sualları ilə davam eləyək. Qrammatika sualları fikrimcə kifayət qədər rahat idi. 13-də deməli, düşünürəm ki, sən uşaqlarınla daha çox vaxt keçirəsən. Gərək keçirəsən. Şut doğru cavabımızdır. Masdan sonra tu gəlməz, kəndən sonra tu gəlməz, hərfdən sonra tu gələr, meydən sonra tu gəlməz. Bunları bu arada daha öncə çəkdiyimiz videoda qeyd eləmişdim. Dünənki yox, ondan əvvəlki videoların birində qeyd eləmişdim. 14-də inkarı gördünüz. İki inkar bir cümlədə işlənməz. İnkardan sonra sam gəlməz. İki inkar bir cümlədə işlənməz deyə nəbədidə olmur. Mən deyir, Jane deyir, məktəbdən öz ad gününə heç kimi dəvət eləmədi. Heç kim insandır. Amma anything isə varlıqdır. Belə deyim, cansız varlıqdır. Məktəbdən olanlar isə canlılar deyə onu thing ilə əvəz eləyə bilmərik, body ilə əvəz eləyə bilərik. Anybody doğru cavabımızdır. 15-də if var. If-i gördünüz, if-dən sonra will gəlməz. Has uzlaşması yanlışdır. İndiki sadə zaman uzlaşar. İndiki sadə zaman gələcəklə uzlaşar, amma gələcək if-dən sonra yox, digər tərəfdə gələr. Yəni doğru cavabımız 1 və deməli 4 olacaq. Yəni D variantı. Daha sonra 16-cı sualda close meaning deyir. Spoil korlamaqdır, scroll çevirməkdir. Necə mən ekran çevirirəm. Yəni bu çevirmək, kaydırmaq mənasındadır. Ruin dağıtmaq, spoil korlamaq, dağıtmaq, destroy da eyni şəkildə. Yəni mənfi mənalı sözlərdir. 1, 3, 5 doğru cavabımızdır. Encourage cəsarətləndirməkdir. Bir dəqiqə mən də scroll eləyim ekranı. 17-ci suala baxaq. Nədir? Neqativ mənalı olan sözün olduğu variantı seçin. Elə doğru cavab, yəni kim yazıbsa düz yazıb. Rude, impolite, beneficial, faydalı, köməkçil, əla, ideal, vicdanlı, sakit, dadlı. Bunlar müsbət mənalı sözlərdir. Bu isə kobud mənasına gəlir. Hansı sözlər bitki bildirir? Tree and flower. B variantı. 19-a baxaq. Bu bir tık çətin gələ bilər. Amma tərcümə gərəkdirir də. Deyir ki, kitablar sən adətən oxuyursan. Nə kimi bir kitablar, hansı kitablar? What plus noun gələndə hansı mənasını verir də. Yəni hansı kitabları sən adətən oxuyursan? Bir də ki, ikinci cümləyə baxsaq, Wilsonun feedbacki nə idi? Burada hansı kitablar mənasına gəlir, amma ikincidə isə nə mənasına gəlir. Wilsonun geri dönüşü deyir nə idi? Yəni nə cavab vermişdi? Whom kimi kimə deməkdir? How necə? Who kimi, daha doğrusu kim, whom kimi. Bunun sonu idi. Who kim, why isə nə üçün? 20-ci suala baxaq. K gördünüz. Deməli, sayılan isimdir. Sayılan isimdə həmçinin təkdətdir. Qarşısında nə olmalıdır? E artikli olmalıdır. A variantı yanlışdır. Y variantı yanlışdır birinci tərəfə görə.
B, C, D-nin arasında qaldıq. Deməli, qeyri-müəyyən maşından söhbət gedir deyə D artiklı olmaz. Parkın da qabağında bilirik ki, nə işlənir? D artiklı. Buradakı boşluq yanlışdır. Doğru cavabımız B variantı olacaq. In the park. 21-ə baxaq. Deyir, otaq oyuncaqlar ilə bəzədildi. İlə deyiriksə, with olacaq. Oyuncaqlar ilə. Belə bir test işləmişik. Sınaqlarımızın birində var idi. İlə, yəni vasitə mənası kimi biz işlənir. Daha sonra hələ ki, indiyə qədər gəldiyimiz suallar çox rahatdır və digər zonalarla eynilik təşkil eləyir səviyyə cəhətdən. Amma 22-ci sual bir tık çətinlik törədə bilər, belə deyim, çətinlik yarada bilər arasında. Gəlin elə 22-ni sona saxlayım, digərlərini tez cavablandırım. Attack hücum etməkdir. Hücum etmək, deməli, start fighting B variantı. Improve təkmilləşdirmək, bir şey daha yaxşı eləmək C variantı. A variantı da diqqətini vermək, yəni konsentrə olmaq, concentrate. B, C, A. Doğru cavabımız B variantıdır. Burada yaxşı görünmür. 24-də isə deyir ki, little sugar in the necə? In this cup of tea. Deməli, ini gördüyünüz prepositiondur. Nə demişdim? Prepositionda əvvəli baxırsınız. Ay, əvvəldə nədir? Sugar sayılmır deyə are olmaz, were olmaz, təkdə is, was olacaq. 1, 3 doğru cavabdır. Daha sonra 25-ci suala baxaq. Deməli, 25-ci sualda deyir ki, I was late, mən gecikmişdim. Gecikmişdimsə, deməli, mən yeni bir deməli, daha bir dəqiqə. Mən deyir gecikmişdim. Niyə? Mən yanlış bir maşını götürmüşdüm. Səbəb deyir də. Çünki. As because-a bərabərdir bu arada. 1, 4 doğru cavabımızdır deyir. Mən gecikdim çünki mən yanlış bir maşına minmişdim. Avtobusa minmişdim. Gəlin bu 23-cü suala baxaq. Əminəm ki, böyük əksəriyyətinin bu sualda səhvlik etdiyi var. Passive voice sualdır və digər zonalarda bu sual rahat düşmüşdü. Sadəcə cümləni vermişdi. Tamamlığı tapırdıq, əvvələ keçirirdik. Xəbərimizi məhsulda yazırdıq və alınırdı. Yəni cavabımız ortaya çıxırdı. Amma burada isə bir tık çətindir. Niyə çətindir? Əslində çətin deyil. Yəni tamamlıq 2 dənədir burada. Payments and to the bank daha doğrusu. Payment-ı bir dəfə qabağa keçirəcəyik, bir dəfə də the bank-ı qabağa keçirəcəyik. Yəni tamamlığı qabağa keçiririk də bildiyimiz kimi. Sally ilə cümlə başlamaz. Çünki mübtədamızdır. Birincini çıxırıq. Biri çıxan kimi ilə A variantı gedir, D variantı gedir. Görün nə qədər çox bilmişlər. 3 dənə variant bura qalır. Uşaqlarda çox seçim arasında qalır. Nəysə. Deməli, nə dedim? Dedim ki, payment-la başlayır. Daha doğrusu monthly payment. Monthly sözü burada sınaqat çəkdim, nəysə, altından çəkə bilmədim. Monthly sözü burada payment-ı təyin eləyir. Yəni birgə tamamlıq gedirlər. Monthly payment, yəni əvvəldə gələr bir sözlə. 2 ilə 4-ün birinci fərqləndirməsinə baxaq. Nə görürük? Monthly payments, daha doğrusu cəmdədir. Were made. Bura qədər doğrudur. Ondan sonra nə gəlir? To the bank, to Sally. Sally burada bizim mübtədamızdır. Mübtəda nə ilə işlənər? Bəli, düz deyirsiniz, by ilə işlənər. 4 yəni yanlışdır burada. Yəni doğru cavabımız 2-dən doğru cavabımız qalır 2 və 3. Bir də payment qabaq keçirdik. Xəbəri qoyduq və digər tamamlığımızı yazdıq. Bir də digər tamamlığı qabaq keçirmişik the bank. The bank təkdə deyə was made. Ondan sonra da digər tamamlığımız. Biri var bu tamamlıq işlədək, biri var bu tamamlıq işlədək. Bunu qabağa keçirəndə sonda bu gəlir. Bunu qabağa keçirəndə sonda bu gəlir. Yəni monthly payments. 2, 3 Y variantındadır. Yəqin ki, siz görmürsünüz buradan. Həm üzəri qaralanıb. Bir dəqiqə. Y variantı doğru cavabımızdır. Esse-yə baxaq, görək esse-də şəkillər tam görünmür, pikniklə bağlıdır. Ümid edirəm ki, burada da ardıcılığı qoruyub, zamanı nəzərə alıb, düzgün bir esse yaratmağı bacarmısınız. Bu qədər, sağ olun.